Biz məlumat əsrində yaşayırıq. Hər gün milyonlarla rəqəm yaranır, minlərlə göstərici yenilənir. Saysız hesabsız məlumat dövrəyə daxil olur. Amma məlumat yalnız toplandıqda deyil, düzgün təhlil edildikdə dəyər qazanır. Müasir dünyada güclü idarəçilik təsadüflərlə deyil, faktlarla qurulur. Dayanıqlı inkişafın, düzgün planlaşdırılmanın və strateji qərarların əsasında isə etibarlı statistika dayanır. Statistika hadisələri ölçür, dəyişiklikləri izləyir, meylləri üzə çıxarır, riskləri görünər edir və gələcək addımların daha əsaslı planlaşdırılmasına imkan yaradır. Hansı sahədə inkişaf sürətlənir? Hansı istiqamətdə ehtiyac artır? Resurslar harada daha səmərəli istifadə oluna bilər? İnsan kapitalına hansı sahədə daha çox yatırım edilməlidir? Sabahın qərarı bugün hansı məlumatlara əsaslanmalıdır? Bu sualların cavabı etibarlı statistik məlumatlardan başlayır. Statistika sahəsində çalışan mütəxəssislər sadəcə rəqəmi qeyd etmirlər. Onlar məlumatları dəqiqləşdirir, müqayisə edilə bilən formaya salır, təhlilə hazırlayır və idarəçiliyin informasiya əsaslarını gücləndirirlər. Çünki keyfiyyətli məlumat olmadan keyfiyyətli qərar mümkün deyil. Müasir dövrdə statistika yalnız keçmişin hesabatı deyil, o bugünün real mənzərəsi və sabahın strateji yol xəritəsidir. Gələcək hissiyatla deyil, təhlillə qurulur. İnkişaf təsadüflə deyil, məlumatla idarə olunur. Statistika, məlumatı qərara, qərarı isə inkişafa çevirən idarəçilik dilidir.